Sizlər üçün gözəl bir evin çəkilişinə gəlmişik dəyərli dostlarımız. Axşam çəkilişindəyik. Bir dənə qəşəng 2 mərtəbəli həyət evi ilə qarşınızdayıq. Evin çox qəşəng qiyməti var. Münasib qiymətlə satışa çıxıbdır və qeyd eləmək istəyirəm ki, evdə yoxdur, söhbəti yoxdur. Əziz dostlarımız, ilk öncə sənədlər haqqında sizlərə məlumat verəcəm. Sənədlərimiz dövlət reyestrindən çıxarışı var. Yəni ki, Kopçalı bir evdir. Məlum məsələdir, bu cür evin tikilişində betondan istifadə olunubdur. Fundamenti beton, ortada kəmərdən. Müsbət cəhətlərindən biri budur. Keçək bir dənə ətraflı göstərək sizlər üçün. Evimizin yolu asfaltdır. Qapının qarşısına kimi. Yerdən kürsülü inşa olunan bir evdir. Zirzəmin hissəsinə də keçmək olur. Gəlin sizə göstəreyim evin fasadını. Dekorativ sularla işlənibdir qarşı tərəfi. Belə bir galüz qapısı var. Əlavə galüz qapı nəzərdə tutulubdur. Həyətində yaşıllaşdırma işləri gedir. Yəni ağaclar əkilibdir. Belə bir şam ağacları var. Şam ağacınızda deyəsən meyvə var verib, banan yetişdirir. Yəni Rusiyli evdir. Evin ustalarında qalıbdır. Vaxtınızı çox olmayacaq. Gəlin keçək evin daxili proyektilə sizləri yaxından tanış edeyim. Ətraflı məlumat verin sizlər üçün. Genişdə qarşı olduqda ilk öncə belə bir koridor sizə qarşılayır və sanitar boşluğa. Aksesuarlar quraşdırılır hər şey. Digər tərəfdə isə bizi belə bir qonaq otağı qarşılayır. Qısa vaxtınızı alacaq dəyərli dostlarımız, əməkdaşlarımızın səhifəsini qeyd edəcəm səhifəmizin aşağı tərəfindən. Mütləq əlaqə nömrələrini əlaqə saxlayıb evlər haqqında məlumat əldə edə bilərsiniz. İndi isə burada belə bir mətbəx hissəsi var. Geniş mətbəx var. Yer vanından döşəmədir, avro işləri hamısı görülür, başa çatıb. Kombi fəndlərindən kimi çəkilib, hamısı hazır vəziyyətdir. İndi isə qalxıb yaşayanlarla ikinci mərtəbə ilə tanış olacaq. Yəni keçək evin ikinci mərtəbəsi ilə də tanış olacaq. Gözəl döşəmə işlənirdir. Çox maraqlı, fərqli bir proyektdə olan evdir. Burada belə bir uşaq otağı var. Uşaq otağından tanış olacaq üçün göstərək, təqdimatını hazırlayaq. Buyurun. İndi isə daxil oluruq geniş bir yataq otağı. Əziz dostlar, burada yerləşir bizim geniş bir yataq otağımız. Yataq otağının daxilində sanitar boşluğumuz var. Buranın da aksesuarları hər biri quraşdırılacaq. Və bu hissədən evin balkonuna çıxmalı olur, evin hissəyə. Çox fərqli bir proyekt. Allah keyfiyyətlə işlənir evdir. Asfalt yolun üzərində yerləşir evimiz. Yerləşdiyi ərazidə Minə qəsəbəsində Uşaqlı saray tərəfindən gəldikdə Məhməli çay edir.